Aprelin 16'sında Qubada baş vermiş təbii fəlakət daha bir magistral yolu körpüsüz qoydu. Quba Qonaqkənd Musul yolunun 7. kilometrində Qubanın 2-ci Müqədi kəndinin ərazisindən keçən hissəsində yerləşən körpü ötən gündən qəzalı vəziyyətə düşüb və nəqliyyat vasitələrinin hərəkəti bu istiqamətdə tamamilə dayandırılıb. Qeyd edək ki, yəni qəzalı vəziyyətə düşən körpüdən o yana 51 min nəfər əhalinin yaşadığı 60-dan artıq kənd yerləşir. Qubada güclü sel nəticəsində qəzalı vəziyyətə düşmüş Qaraçay üzərindəki körpü yenilənəcək. Bugün mütəxəssislər Quba Qonaqkənd Muçu yolunun 7-ci kilometrliyində yerləşən rayonun 2-ci Nüqədi kəndindən keçən qəzalı körpüyə baxış keçiriblər. Quba rayon icra başçısı və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sədrinin birinci müavini Əvvəz Qocayev, eləcə də körpü bina MMC-nin mütəxəssisləri baxış zamanı körpünün orta dayağının tam çöktüyünü müşahidə ediblər. Qərara alınıb ki, burada yeni körpü tikilsin. Körpü bina MMC-nin iş icraçısı Musayəddin Qurbanov bugündən körpünün fəaliyyəti üçün müvəqqəti alternativ yol açacaqlarını qeyd edib. Sonra isə yeni körpünün inşası başlanılacaq. 2-ci Nüqədi kənd sakini Elmin Babayev Qaraçay körpüsünün çökməsinin bir səbəbini çayın aşağı yatağında çınqıl sexlərinin, karxanaların işlək olması ilə əlaqələndirib. Bizdə aşağıda karyerlər də var, biraz bu çayı daş yatağını daşıdılar. Körpünün yatmağı çox səbəbi, yəni ondan asılı. Üstten qalma körpü, yəni yatan şey deyildi, çay yatağı daşındı deyə. Sel də güclü gəldi, körpünün ayağı yürüdü. Xoşbəxtlikdən xəsarət alan olmadı, yaxşı olmuşdu. Qeyd edək ki, Quba Qonaqkənd Muçu yolunun 7-ci kilometrliyində yerləşən Qaraçay körpüsü aprelin 16-sında Qaraçaya gələn güclü seldən sonra tədricən yararsız hala düşüb və ötən gün çöküb. Aytəkin Alxasda, Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim Media.